Nə qəşəng veyerim var. Veyer yox. Bu yelpikdir. Yelpik ən qədim sözlərdən biridir. Qədim türk mənşəli sözdür və nəinki türk dillərində işlənir. Hətta ən qədim dövrlərdə fars dilinə də keçib və o dildə bugünkü mənada yox. Hansı mənada istifadə olunub? Bir anlıq düşünün. Heç ağlınıza gəlməz. Astma xəstəliyi mənasında istifadə olunub və bu söz əsrlərlə həm bizim dilimizdə, həm də fars dilində istifadə olunub. Belə qədim və gözəl sözümüz ola-ola, niyə biz bugün yelpik yox, veyer istifadə etməliyik ki? Öz sözlərimizin qədrini bilək, dilimizi sevək və sevdirək.